Salam hörmətli izləyicilər. Mən Kamran Hüseynov, NV Akademiyasının fizika müəllimi. Bugün sizə Fizika Dim Toplusu 2025 buraxılışında 2023-də olmayan yeni testlərin izahatını verəcəm. Başlayaq 54 nömrəli tapşırıqdan. Burada fərqli olan testlər qırmızı qələmlə işarələnibdir. 54 nömrəli testdə x oxu üzrə hərəkət edən cismin hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman anını hesablayın. Yəni buna uyğun A nöqtəsinə uyğun zaman anını soruşur. Əvvəlcə baxıram, hərəkət düz xətli bərabər sürətli hərəkətdir. Onda mən düz xətli bərabər sürətli hərəkətin koordinat təyinini yazsam, x0 plus v t şəklində qeyd eləyərəm. Həm də baxıram, qrafikin ucu nöqtəsi yuxarı doğru yönəlibsə, koordinat zaman qrafiki, deməli sürət müsbətdir. Bunun işarəsini bura qeyd elədim. Sürəti bu tipli məsələlərdə, adətən yeni salınmış məsələlərdə dəyişmə aralıqlarını göstərir. Yəni delta x bölünsün delta t şəklində yazsaq, 2 saniyə ərzində koordinat dəyişməsi 20 olubdur. 20 bölünsün 2 bərabərdir 10 metr bölünmüş saniyə. Gətirib koordinat tənliyini də yerinə qoysaq, zamanı hesablaya bilərik. A nöqtəsində son koordinat 10, başlanğıc koordinat -20, sürəti hesabladıq 10, ona uyğun zaman anını isə t şəklində qeyd edirik. Buradan 30 bərabərdir 10 t bərabərdir 3 saniyə. Deməli, A nöqtəsinə uyğun gələn zaman anı 3 saniyəymiş. Cavab A variantı. Keçək növbəti 58 nömrəli tapşırığımız da yeni tipli tapşırıqlardan biridir. X oxu üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilibdir. Cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Biz də bilirik ki, görüş yerləri onların koordinatlarının bərabər olduğu yerdir. Baxıram ki, iki cisim koordinatları verilibdir. Görüş yerləri onların koordinat xətlərinin kəsişdiyi xətlərdir. Qrafiklərin kəsişdiyi xətlərdir. Bir 4-cü saniyənin sonunda, bir də 9-cu saniyənin sonunda. İlkin olaraq 4-cü saniyədə kəsişib, bir də 9-cu saniyənin sonunda kəsişib. İlkin saniyədə koordinat kəsişməsi 10, 9-cu saniyənin sonunda isə kəsişməsi -10'dur. Cavab A variantı. -59 nömrəli test tapşırığımızda da X oxu üzrə hərəkət edən ABC cisimlərinin koordinat zaman qrafikləri verilibdir. Əvvəlcə qrafiklərə baxıram, hərəkəti xarakterizə etməyə çalışıram. A cismi baxıram, qrafikin ucu nöqtəsi yuxarı doğru meyl edibsə, deməli sürət 0-dan böyükdür. Yəni hərəkət x oxu istiqamətindədir. Əgər sürətini hesablasam, delta x bölünsün delta t şəklində ifadə eləsəm, baxıram ki, 4 saniyə ərzində A cisminin qət etdiyi məsafə, yəni koordinat dəyişməsi 10 vahiddir. Birbaşa yazdım. 20 çıxılsın 10 bölünsün 4-ə bərabərdir 2,5. Keçdim B cismi üçün. Əvvəlcə yazıram. Qrafiklərin ucu nöqtəsi aşağı yönəldiyinə görə sürətlər 0-dan kiçikdir. Həmçinin C cismi üçün də bu ifadəni belə yazıram. Başlayıram hesablamağa. B cismin sürəti delta x bölünsün delta t. İxtiyar 4 saniyə ərzində də baxa bilərik. 2 saniyə ərzində baxa da bilərik ki, çünki 2 saniyə ərzində artıq başlanğıc və son koordinatlar məlumdur. Onda delta x 2 saniyə ərzində B cismi üçün hesablasam, 10 bölünsün 2, yəni 5. Sürət 0-dan kiçikdir, yəni koordinat dəyişməsi -10'dur. Ona görə birbaşa mənfi yazdım. Və B, C-ni isə eyni şəkildə ifadə eləsəm, delta x bölünsün delta t,
Onu da yenə 2 saniyə ərzində koordinat dəyişməsi budur. Onu da mənfi 10 bölünsün 2, yəni mənfi 5 metr bölünmüş saniyə. Baxıram ki, iki cisim B və C cisminin sürətləri modulca bərabər, istiqamətləri eyni, A cisminin isə x-ox istiqamətindədir və sürəti modulu 2,5-dir. Baxaq, hansı mülahizə doğru deyil? Doğrulara müsbət, yanlışlara mənfi. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Bəli. 5 və 2,5. Düz qeyd elədik. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Bu bunun əksi olduğuna görə düzgün deyil. B və C cismlərin sürətlərinin modulları bərabərdir. Əlbəttə. Keçdik. B və C cismləri arasında məsafə hər an sabitdir. Çünki hər birinin sürəti eyni və eyni istiqamətdə hərəkət elədiyindən aralarında zaman keçdikcə yol sabit qalır. Deməli, bu da doğrudur. 5-ci sualda, 5-ci şərt mülahizədə B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edirlər. Bu da doğrudur. B cismi 2-ci saniyədə istiqamətini dəyişmişdir. Şagirdlər bəzən koordinat zaman qrafikində qrafik xətti zaman oxunu kəsib keçirsə, elə bilirlər ki, istiqamətini dəyişir. Bu, sürət zaman qrafikinə aiddir. Ancaq koordinat zaman qrafikində qrafik xəttinin zaman oxunu kəsməsi sadəcə həmin anda koordinatın 0 olması deməkdir. Ona görə də burada B cismi 2-ci saniyədə istiqamətini dəyişib. Əgər istiqamət nə vaxt necə dəyişər, onda qrafik aşağı meylində və yuxarı meylində, yəni bu təpə nöqtələri bu şəkildə əmələ gələrsə, istiqamət dəyişər. Deməli, burada da belə bir şey alınmadığına görə 6 yanlışdır. Bizdən yanlışları soruşduğuna görə 2 və 6 qeyd edə bilərik. Növbəti 64 tipli testimiz var. A və x-ox üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilibdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. Sadəlik üçün qrafikləri uzadıram. Bu şəkildə qeyd elədim. A cismini uzatdım. Bura bir 4-cü saniyə qeyd elədim. 4-cü saniyənin sonunda A cisminin koordinatı təbii ki, x bərabərdir VT-dən hesablaya bilərik. Və yaxud 2 saniyə ərzində 10 metr yol qət edilibsə, 4 saniyə ərzində birbaşa bura 20 metr qeyd elədim. Keçdim B cisminə. B cisminin rahatlıqla koordinat tənliyini hesablaya bilərəm 4-cü saniyə üçün. Və B cisminin koordinat tənliyini hesablasam, başlanğıc koordinat 4 plus VT. V-nin də yerinə buradan hesablayacağım. Kənarda yaza bilərəm. V bərabərdir delta x bölünsün delta t. 10 çıxsın 4 bölünsün 2 saniyə ərzində müşahidə olduğundan, yəni 6 bölünsün 2, 3 yaza bilərəm. 3, zaman isə t-nin yerinə 2 saniyəni qoyuram. Daha doğrusu 4-cü saniyə deyilənə görə 2 saniyəni yox, 4 saniyəni qoyuram. Vurulsun 4 yazıram. Bərabərdir, bunu hesablasam, mənə verəcək 3 və 4, 12 və nəhayət 16. Deməli, B cismində 4-cü saniyənin sonunda bunun koordinatı 16 olacaq. Aralarındakı məsafə deyilsə, bu məsafəni nəzərdə tuturuq. 20 çıxısın 16, cavab 4 metr.
Keçək 65 tipli məsələyə. 65 tipli məsələ də demək olar ki, eyni tipli məsələdir. Yenə bu qrafikləri bu şəkildə təsvir eləyəcəm. 6-cı saniyənin sonunda avtomobillər arasında 4 metr olmuşdur. Əvvəlcə koordinat üzərində bir 6-nı qeyd edim. A cismini uzadım belə dəqiq görsənsin. Bura A yazdım. A-nı burada göstərdim. Təbii ki, A cisminin sürəti məlumdur. 14 bölünsün 2, 7. Və yaxud 2 saniyə ərzində 14 metr yol qət edib A cismi. Deməli, 6 saniyə ərzində nə qədər yol qət edər? Düz asılılıqdan onsuz da belə də tapacam. Bura x yazım. 7 dəfə 6, 42 birbaşa bura qeyd elədim. Bəs görəsən, B cismi 6 saniyədən sonra hansı koordinatda olar? Bax, bunu tapacam. Təbii ki, 6-cı saniyənin sonunda avtomobillər arasında məsələ 4 metr deyibsə, deməli bu 42-dirsə, bu da 38 olacaq. Çünki 4 vahid az olmalıdır. Aralarındakı məsafə, bax bu məsafədir. İndi B cisminin rahatlıqla koordinat tənliyini yaza bilərik. Koordinat tənliyini yazsam, məsələn 2 saniyə üçün koordinat tənliyini yazsam, x, b, əvvəlcə tənliyin özünü qeyd edeyim, plus vt. Qiymətlərini yerinə qoysam, ikinci saniyənin sonunda koordinatı 14, başlanğıc koordinat məlum deyil. Sürətini hesablasam, yenə baxaram ki, burada delta v bölünsün delta, delta x bölünsün delta t-dən istifadə edəcəm. Bu da hansı aralıqda mümkündür? 6 ilə 2, 14 ilə 38. Yəni 38 çıx 14, 6 çıxılsın 2. Bərabərdir hesablasam, 24 bölünsün 4, birbaşa 6 yazdım. Yəni yerinə 6, zaman da 2 saniyə üçün hesabladığımıza görə 2 yazdım. Buradan başlanğıc koordinatı 2 tapıram. Deməli, bu qrafikin başlanğıc bu hissəsinə 2 yazıldı. İlkin anda, müşahidəyə başlayan anda, ilkin anda, yəni 0-cı saniyədə, ilk anda aralarındakı məsafə biri 0-dan başlayır, biri isə 2-dən başlayır. Deməli, aralarındakı məsafə 2 metr. Keçək 66 nömrəli test tapşırığımıza. Bu da eyni tipli məsələdir. Bu dəfə bizdən 5-ci saniyənin sonunda 5-ci saniyənin avtomobillər arasında məsafə verilir. Başlanğıc koordinatı, yəni bax bunu soruşur, tap bağa. Yenə həminki qaydanı bura tətbiq eləsəm, yenə qrafik uzatdım, B cisminin qrafikini uzatdım. Bu dəfə bura 5-ci saniyə qeyd eləyəcəm. 5-ci saniyədə A cisminin koordinatı məlumdur. Çünki onun hər bir başlanğıc koordinat, son koordinat sürəti məlumdur. Təbii ki, sürət 12 bölünsün 2, 6, 6 və 5, birbaşa bura yazıram, 30. Keçirəm B cisminə. B cismi deyir ki, 5-ci saniyənin sonunda avtomobillər arasındakı məsafə 3 metr olmuşdur. Onda 30-dan 3 çıxıram. Bura 27 yazdım. Aralarındakı məsafə 3 metr aydın şəkildə bilinir. İndi B cisminin yenə koordinat tənliyini qeyd edirəm və xb tənliyin özünü yenə əvvəlki qaydada yazdım və B vurulsun T şəklində ifadə elədim. Məsələn, 2 saniyə üçün yerinə qoysaq 12, koordinat 12, başlanğıc koordinat bilmirəm. Sürət yenə tapa bilərəm, aralıqdan tapa bilərəm. Yəni V bərabərdir delta x bölünsün delta t-dən yaza bilərəm. Delta t bu aralıqdır. 3 saniyə yazdım. Delta x da bu aralıqdır. Delta x şəklində qeyd elədim. Burada yazıram 27 çıx 12. 27-dən 12 çıxanda 15.
Buraya yazdım 5. VB'nin yerine 5. Zamanda 2 saniye için baktığımıza göre 2 yazırım. Buradan 12'den 10 çıxıb birbaşa 2 0 bərabərdir 2 yazdım. Deməli başlanğıc koordinat 2. Keçək düz xətlə bərabər təcili hərəkətdə fərqli görək testlərə baxaq. Yenə burada bəzi testləri qırmızı karandaşla qeyd eləmişik. %95 və 96 tipli test tapşırıqları. Əslində bu testlər başqa digər sınaqlarda rast gəlib bizə, sonra güvən və Kaspi tipli testlərdə bu bizə rast gəlir. Bundan əlavə orta məktəb kitablarında da bu cür testlərə rast gəlmək olar. Baxıram əvvəlcə cisim. Əvvəlcə şərti oxuyaq. X oxu boyunca hərəkət edən cismin koordinat zaman qrafiki verilibdir. Hansı nöqtəyə uyğun zaman anında cismin sürət modulu 0-a bərabər olar. Əvvəlcə cisim X oxu əksi istiqamətində yavaşlayan, sonra X oxu istiqamətində yeniləşən. Deməli bu nöqtədə cisim istiqamətini dəyişir. Cisim istiqamətini dəyişən anda onun sürəti olur 0. Deməli 3 nöqtəsində. Həm də sürət zaman qrafikini çəksək biz onu görərik. %96 tipli sual da eyni bu tiplidir. Deməli koordinat zaman qrafikində təpə nöqtələrinin əmələ gəlməsi, qrafik xəttinin meylinin dəyişməsi sürətin 0 olan hallarıdır. Çünki istiqamət dəyişirsə, deməli cisim dayanır və istiqamətini dəyişir. Keçək növbəti testlərə. Bunlar 102, 103 və 104. Əslində bu testlər köhnə 2023-də təqdim olunmuşdu. Burada bir balaca əlavələr var. Sürət zaman qrafiyi 102-də deyir ki, X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasından zamandan asılı qrafikinə əsasən ilk 10 saniyə ərzində yer dəyişməni hesablayın. Baxıram ki, cisim bir dəfə istiqamətini dəyişir. 5-ci saniyədən sonra istiqamət dəyişir. Bir dəfə X oxu istiqamətində, bir dəfə isə X oxunun əksi istiqamətində. Gedilən yolu hesablamaq üçün qrafik xətti ilə zaman oxu arasında qalan bax bu sahə bizə yolu verəcək. Deməli S1 fiqurun sahəsini hesablayıram. 6 5 30, onun yarısı 15 metr. Burada isə qrafik xətti ilə zaman oxu arasında qalan burada aralıq 5, yenə 6 yenə mənə verir S2 mənfi 15 metr. Əgər yer dəyişmə deyirsə, həmişə birindən o birisini çıxacam. S1 minus S2. S yer dəyişmə. Əgər məndən yol soruşardısa, bunun ikisini cəmləyəcəkdim. Yəni yol soruşsaydı, yol yazıram, sözlə yazıram. S1 plus S2. Çünki istiqamət dəyişsə də belə yol həmişə artan funksiyadır. Yəni toplayırıq. 103 nömrəli sualda da eynidir. Yer dəyişmə deyirsə, burada sahələri çıxırıq. Yəni S1 minus S2. Ancaq 104-də isə gedilən yolu soruşduğuna görə, yəni bu tipli 102 ilə eynidir. Onda S1 plus S2 şəklində qeyd edirik ki, burada cavab 102 əsasən 30 eləməlidir. 102-də isə yer dəyişmə 0 eləyəcək. Çünki 15-15. Burada isə 30 eləyəcək. Yəni bu tipli suallara biraz diqqətli olmaq lazımdır. Yolla yer dəyişməni qarışdırmaq lazım deyil. Keçək növbəti test tapşırıqlarına. %20 nömrəli test tapşırığıdır. Təbii ki,
Şagirdlər ilk növbədə trigonometriyanı bilməlidirlər. Trigonometriyanı bildikdən sonra qrafiklərdə müəyyən tipli testləri həll etmək olur. Qrafikdə deyir ki, şərtdə deyir ki, cismin sürətin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən 5-ci saniyədə sürətin proyeksiyasını hesablayın və bucaqlar verilibdir. Baxıram qrafikə. Qrafikdə bucağın qarşısındakı bu proyeksiya delta V'nin proyeksiyasıdır. Bu proyeksiya isə delta T'nin proyeksiyasıdır. Əgər tangens alfa yazsam, tangens alfa qarşı proyeksiyanın, bucağın qarşısındakı proyeksiyanın bitişik tərəfə olan nisbəti deməkdir ki, mən də buna təcil deyəcəm. Delta V bölünsün delta T. Bundan əlavə tangens alfa da bilirəm sinüs alfa bölünsün kosinüs alfa. Sinüs və kosinüs 45 dərəcə bir-birlərinə bərabər olduğundan deməli tangens alfa vahidə bərabərdir. Yəni konkret olaraq təcilin 1-ə bərabərdir. Sürət tənliyini burada ifadə eləsəm, V0 plus AT şəklində qeyd eləsəm, qiymətləri hər birini yerinə qoyub rahatlıqla hesablaya bilərəm. Başlanğıc sürət 10 göstərilib. Təcili tangesdən tapdıq 1-ə bərabərdir. 5-ci saniyənin sonunda deyirsə 5 qoyuram. Bərabərdir 15 metr bölünmüş saniyə. Əslində 5-ci saniyə yox, burada 5-ci saniyənin sonu kimi sözlər işlətməlidirlər. %21 nömrəli test tapşırığı sadə test tapşırığıdır. Təcil soruşursa, təcil soruşmur. Burada 5-ci saniyədə sürəti soruşur. Təbii ki, təcili tapacaq. Əgər sürət tənliyini ifadə eləsək, V0 plus AT yazıram. Əvvəlcə təcili hesablaya bilərəm. Təcil bərabərdir delta V bölünsün delta T. Delta V, V minus V0, yəni 20 çıxılsın 60 bölünsün 10. O da bərabərdir 40 mənfi 4. Yəni təcilin yerinə həm də yavaş hərəkət olduğuna görə birbaşa mənfi 4 yazsam, mənfi işarəsini qoysam kifayət eləyər. 60 çıxılsın 4, 5-ci saniyə deyirsə 5. Bərabər cavab 40 metr bölünmüş saniyə B variantını qeyd elədik. Yəni bu sadə tipli test tapşırıqlardır. 122 nömrəli test tapşırığı. Əslində siz əvvəlki kitablarda görmüsünüz. Bu tipli testi həll etmisiniz. 122 nömrəli testi işarə eləyəcəm. Çünki yeni tapmaya salınan bəzi testlər demək olar ki, buna oxşayır. Əgər şərti belə ifadə eləsəm, yəni şərti x ox üzrə düz xətlə bərabər düz xətlə hərəkət edən 2 maddi nöqtənin sürətinin zamanla asılı qrafikləri verilib. Müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. Təbii ki, 10 saniyədən sonra bunun getdiyi yol bu. Bunun getdiyi yol isə, yəni ikinci cismin getdiyi yol isə qrafik xətti ilə zaman ox arasında qalan sahədir. Görürəm ki, bu sahələr hər ikisi trapesiya əmələ gətirir. Deməli, bu trapesiya şəkli də burada ifadə eləsin. X ox, biri X ox istiqamətində hərəkət eləyib, biri də isə X oxunun əksi istiqamətində hərəkət eləyib. Başlanğıc koordinatlarda eyni nöqtədən başlayırlar. Deməli, müəyyən müddətdən sonra bunun getdiyi yolla, bunun getdiyi yol aralarındakı məsafə eləyəcək. Yəni, fiqurun sahəsi. Fiqurun sahəsində rahatlıqla trapesiyanın sahəsini hesablaya bilərik. Bura 35, bura 10, hündürlük isə
10 yazdım, böldüm 2'ye. Hesaplasam 35, 10 da bura 45, 450, 225 birbaşa yazdım. Təbii ki, 123 nömrəli test tapşırıqları da buna bənzəyir. Eyni tipli tapşırıqlardır. 143 və 144 tipli test tapşırıqları əslində 143 2023-də var idi, 144-ü isə təzə salıblar. Baxıram əvvəlcə məsələni 144-ü xarakterizə edirəm. Birinci cisim bərabər yavaşayan, bərabər yavaşayan hərəkət o deməkdir ki, başlanğıc sürət mövcuddur. Var yazıram. İkinci düz xətli bərabər sürətli, yəni bunun onsuz da sürəti var. Konstant yazıram. Bu isə yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkəti də bir başlanğıc sürəti məlum olan ola bilər, bir də başlanğıc sürəti 0 ola biləni olar. Yəni başlanğıc sürət 0 ola bilər. Deməli V üçüncü ola bilsin ki, başlanğıc sürət 0 olsun. Lakin digərləri isə mütləq sürət olmalıdır ki, hərəkət mövcud olsun. Deməli, burada sürət 0-a bərabər olar. Yalnız 3. Bərabər ola bilməz. 2 ilə 3. %157, %158, %159 tipli test tapşırıqlar demək olar ki, eynidir. Sadə tipli tapşırıqlardır. Bəziləri yeni salınıbdır. Birini yazsaq, verilənlər hər şey verilibdir. Başlanğıc sürət verilib, təcil verilib, sürət verilib, nə qədər yol qət edər. Bunu rahatlıqla qeyd edə bilərik. V kvadratı minus V0 kvadratı bölünsün 2A. Hər şey qiymətləri yerini qoyub hesablamaq olar. 158 nömrəli testdə sükunət vəziyyətindən başlayırsa S bərabərdir V0 T plus AT kvadratı bölünsün 2-dən bu 0-a bərabərdir. Onda bunu rahatlıqla hesablamaq olar. S məlum, zaman məlum, təcili rahatlıqla hesablaya bilərik. Təcili də burada hesablayacağım. 2S bölünsün T kvadratı, yəni bu düsturdan həll etmək olar. 161 nömrəli test tapşırığında şagird biraz diqqətli oxumalıdır. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyanı zamandan asılı qrafiki verilibdir. Onun bərabər yeyinləşən hərəkəti müddətində getdiyi yolun uzunluğunu tapın. Bərabər yeyinləşən hərəkət müddətində. Şagird bəzən çaşır, bütün 7 saniyə ərzində gedilən yolu hesablamağa çalışır. Lakin buna diqqət vermək lazımdır. Baxıram, ilk 3 saniyə ərzində yeyinləşən, sonra bərabər sürətli, sonra isə yavaşlayan hərəkət edir. Deməli, ilk 3 saniyə ərzində yeyinləşən hərəkət edib. Bu fiqurun sahəsi mənə yol verəcək. Sahə yazdım. Rahatlıqla fiqurun sahəsini hesablaya bilərsiniz. Rahatlıqla da hesablasaq, trapesiyanın sahəsini hesablayacağım. 10 üstə gəlinsin 2 bölünsün 2 orta xəttini tapdım. Hündürlüyünü isə 3 kimi bu şəkildə qeyd elədim. 12 nəhayət birbaşa 18 qeyd elədim. Növbəti yeni tipli test tapşırıqlardan biri də 162 nömrəli test tapşırığıdır. X oxu üzrə hərəkət edən 2 maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılı qrafikləri verilibdir. Müşahidəyə başlayan anda 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidəyə başlayan anda onlar arasındakı məsafəni hesablayın.
hərəkəti x ox üzrə sadə şəkildə göstərəcəm. Birinci cisim 1 yazıram, ikinci cisim hər ikisi x ox istiqamətində hərəkət eləyib. Bu şəkildə qeyd elədim. Buna ikinci cisim. Müəyyən bir nöqtədə bunlar görüşüblər. Trayektoriyaları eyni olub. Biri bu yoldan başlayıb, biri isə bu yoldan başlayıb. Biri yeyinləşən, biri isə yavaşlayan hərəkət edir. Birinci cisim getdiyi yol qrafik xətti ilə zaman oxu arasında qalan bu fiqurun sahəsi. S sahə gedilən yoldur. Hesablayıram. 16 və 10 16 bölünsün 2 vurulsun 10 şəklində yazdım. 80 metr bu birinci cisim qət edir. İkinci cisim isə onu kənarda burada çəkirəm, qarışıqlıq olmasın. V-nin T-dən asılı qrafiki bu şəkildə ifadə olunubdur. Bura 16, bura isə 4, 10 saniyə ərzində. Bax, bu fiqurun sahəsi də, bax, bunu hesablayacaq. Təbii ki, bu fiqurun sahəsi də ikinci cisimin getdiyi yolu verəcək. Buna 1 yazsam, buna da 2 yazsam. 16 üstə gəl 4 bölünsün 2 vurulsun 10 şəklində yazdım. Bunu da hesabladım, elədi 100. Deməli, ikinci cisim İkinci cisim 100 metr, birinci cisim isə 80 metr yol qət edir. Onu şəklə bir balaca düzəliş ilə ikinci cisimi arxadan çəkirəm. Birinci cisimi əvvəldən çəkirəm. Və bir nöqtədə görüşüblər. İkinci cisim 100 metr yol qət elədi. Birinci cisim isə 80 metr yol qət elədi. İlkin anda bunlar arasındakı məsafə deməli 20. Və koordinat tənliklərini yazıb rahatlıqla hesablaya bilərsiniz. Yəni, bir balaca sadə yollarını göstərdim sizə. Keçək növbəti 163 nömrəli məsələyə baxacaq. 163 nömrəli məsələ bundan əvvəl elədiyimiz məsələlərlə demək ki, oxşarlığı eynidir. Müşahidəyə başlayan anda onlar arasındakı məsafəni hesablayın. Müşahidəyə başlayan 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidəyə başlayan anda onlar arasındakı məsafəni hesablayın. Bunu da istəyirəm biraz fərqli metodla ifadə eləyəm. Bunu da rahatlıqla belə deyək, koordinat tənliklərindən ifadə eləyə bilərik. Ya koordinat tənliklərindən yaza bilərik, yəni və ya fiqurların sahələrinə görə də hesablaya bilərik. Əgər sahə ilə hesablamışıqsa, elə sahə ilə də hesablayaq. Lazım olar koordinat tənliyi ilə də ifadə eləyə bilərik. Əslində, indi bunu koordinat tənliyi ilə yazacağım. Sahə artıq öyrəndiniz, rahatlıqla bu sahə və bu sahəni rahatlıqla hesablaya bilərsiniz. Aralarındakı o fərq, daha doğrusu aralarındakı məsafə elə olar görüşür. Nəysə sahə ilə yazacaq. İndi baxaq hərəkəti xarakterizliyi. X oxunu bu şəkildə qeyd elədim. Baxıram, birinci cisim X ox istiqamətində hərəkət eləyibdir. Bu birinci cisimi yazdım. Bu istiqamətdə ikinci cisim X oxun əksi istiqamətdə hərəkət eləyibdir. Buna ikinci cisim yazdım. Müşahidəyə başlayan 10 saniyə sonra görüşürlər. Müəyyən bir nöqtədə görüşürlər. Görüşəndən sonra bunun getdiyi yol və bunun getdiyi yol ilkin anda onlar arasındakı, daha doğrusu müşahidəyə başlayan anda onlar arasındakı məsafə imiş. Yəni, fiqurun sahəsini rahatlıqla hesablaya bilərik. Buradan fiqurun sahəsini hesablasaq, S1 bərabərdir. Kənarda hesablayın. 16 üstə gəlinsin 4
bölünsün 2 vurulsun 10 bərabərdir elədi 100 metr. S1 yazdım. S2-ni də yazsam 10 üstə gəlinsin 3 bölünsün 2 hündürlük kimdir 10 qeyd elədim. Elədi 65. Deməli bu cisim 65 metr yol qət elədi. Bu cisim də 100 metr qət elədi. İlkin anda 100 üstə gəlinsin 65 165 metr. Deməli ilkin anda aralarındakı məsafə 165 metrdir. Və ya sadə üsullardan biri də koordinat təhnliklərini rahatlıqla yazıb həll edə bilərsiniz. 164 tipli test tapşırığı da demək olar ki, yeni tipli test tapşırığıdır. Onun ilk 3 saniyə ərzində, müddətində getdiyi yolu hesablayaq. Yol deyirsə, rahatlıqla koordinat tənliyini və yer dəyişmə tənliyini qeyd edə bilərəm. S bərabərdir V0T plus AT kvadratı bölünsün 2. İlk 3 saniyə, 1 saniyə ərzində gedilən yolu hesablayacağım. Sonra burada gedilən yolu hesablayacağım. S1 və S2 kimi qeyd eləyəcəm. Qiymətlər yerinə qoyacağım. V0 2 zaman 1-ci saniyə üçün 1 qoydum. Təcil məlumdur. 2 bölünsün 2 zaman da 1-in kvadratı. Mənə eləyəcək 3 metr. Keçdim ikinciyə. İkincidə də baxıram ki, bu sürətlə başlayıb 1 saniyədən sonra sürəti V bərabərdir. V0 plus AT-dən hesablasam 2 üstə gəlinsin. Təcil 2 vur 1 mənə eləyəcək 4. Deməli, bu aralıqda başlanğıc sürət müəyyən belə deyək də, sürət yığdığına görə artıq sürəti olub 4. Bunun üçün hesablasam artıq mən V0-ın yerinə 4 zaman aralığı 2 qoyuram. Çünki bu aralığa baxıram. Plus təcil burada 4-dür. Zaman yenə 2 aralığına baxdığına görə bura 2 saniyə yazıram. 4 vurulsun 2-nin kvadratı 4 bölünsün 2 bərabərdir 8 16 metr. Ümumi gedilən yolu hesablayırsa 16 üstə gəlinsin 3 metr 16 metr burada yol qət eləyib 3 metr də burada cəmi 19 metr. Yazılı tələb olunan test tapşırıqlarından 18 və 19 tipli test tapşırıqlarımız var. Yeni tipli test tapşırıqlarıdır. Burada isə bizdən nə soruşurlar? Cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilibdir. Qrafik xətləri burada izah olunub. Bu cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Sürətin zamandan asılı qrafiki. Əvvəlcə 0-dan T1-ə qrafik xətti uc nöqtəsi yuxarı doğru meyl edirsə, sürət müsbət və bərabər yavaşlayan hərəkət. Deməli, sürət müsbətdir. Yuxarıdan 1-ə çəkdim. T1-dən T2-yə zaman keçcə cismin yer dəyişməsi dəyişməyibsə, deməli cisim sükunətdədir. Sükunətdədirsə sürət 0 olur. Bura T1 yazın. Bura T2 yazın. T2-dən T3 isə X oxunun əksi istiqamətində yeyinləşən. Onu da bu şəkildə qeyd elədim. T3. Bu tipli test tapşırıqları adətən başqa
Güvən Kaspi tipli test tapşırıqlarında daha çox olur. Bundan əlavə sınaqlarda daha çox salınır. 19 nömrəli test tapşırığı da təcilin proyeksiyasının zamanın asılı qrafikini çəkin. Təcil nə deməkdir? Təcil delta V bölünsün delta T. Yəni tangens alfa. Tangens alfada nə deməkdir? Bucaq artdıqca artan, bucaq azaldıqca azalan. Yəni təcil sürətin dəyişmə yerinə ifadə edir. Buna 1, 2 və 3. Deməli, birinci halda sürət kiçik zaman intervalında daha böyük dəyişib, 2-də nisbətən az, 3-də isə nisbətən az. Ona görə təcilin zamanın asılı qrafikinə qursaq, T1-ə qədər təcil daha böyük, T2-yə qədər təcil ondan kiçik, T3-ə qədər təcil ondan kiçik. Bu şəkildə ifadə eləyə bilərəm. T1, T2, nəhayət T3. Yirmi iki nömrəli test tapşırığında şagirdlərin yadından çıxarsa, əslində bu keçmiş testlərimizdə var. Bunu da sadəlik üçün bura yazıram. Yəni yolun hissələri deyirsə, qayda kitablarından da öyrənmisiniz ki, yolun hissələri üçün, yəni S1, S2, S3 bir-birinə bərabər olarsa, onda orta sürət, yolun hissələri və həmin yolda sürətlər. İfadəsini yerinə qoysaq, yolun hissələri deyirsə, 3 hissəsi var. Deməli, 3 hissəsindən söhbət gedir. Birinci, yolun 3-də 2 hissəsini, yəni 3-də 1 və 3-də 2 hissəsini 4 ilə gedir. 1 bölünsün 4, üstə gəlinsin 1 bölünsün 4, qalan yerdə o 1 qalan hissəsini isə 1 bölünsün 6 kimi ifadə edib həll edə bilərsiniz. Bununla da düz xətlə bərabər təcili hərəkətdə mümkün qədər sizə kömək olmağa çalışdım. Suallarınızı qeyd edə bilərsiniz. Növbəti səhifəmizi izləyin və digər mövzuların izahatları veriləcək. İzlədiyiniz üçün təşəkkür edirik. Kanala abunə olun, like atın. Sağ olun.